Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Orxan müəllim. 3 dənə sizlə gözəl faiz nisbət tənasüb mövzusuna aid olan sualın həllini paylaşacağam, yəni izah eləyəcəm. Gəlin keçək izaha. Birincisi bəsit bir sualdır. 40 qram 60% duz məhluluna neçə litr 20% duz məhlulu əlavə etsək, 24% məhlul alınır. Gəlin baxaq indi. Burada məsələ nədir? Mən məhlul məsələlərini hər zaman belə izah edirəm. Kimya üsulu da var. İndi hərə bir yolla bunu izah edir, hərə bir cür anlayır. Mən belə bir yol təklif edirəm. Maddə bölünsün məhlul bərabərdir. Öncəki günlərdə belə bir şey izah eləmişdim. Faiz bölünsün 100. İndi belə bir şeydir bu. Belə bir şeydir. Bizim əlimizdə 40 qram məhlul var. Məhlulu baxın bax burada. Maddə isə bunun içindəki duzdur. 40-ın 60% nə eləyir? Eləyəcək 24. Tutaq ki, buna x litr məhlul əlavə edirik. X litr məhlul əlavə eləyəndə bu olur x. Həmin əlavə elədiyim x litrin isə 20% duzdur. Baxın bax. Fikir verin. Yəni baxın bax burada olacaq 0.2 x. Almaq istədiyim faizli isə buraya yazıram. Daha sonra nə edirik? Bunu ixtisar eləyəcəm 4-ə. 25 burada, 6 burada. Çarpaz vuranda 25 vur 24 nə eləyir? 600. 25 vur 0.2 eləyəcək 5x. 6 vur 40 240. 6 vur 2x eləyəcək 6x buradan x-in bərabərdir. 360-a vəssalam. Cavab nə oldu? C variantı. Keçid olaraq növbəti suala. Növbəti sual belə olacaq. Bu Dimin test tablusunda da var belə bir sual. Yəqin ki tanışdır sizə. İndi bundan sonrası bunun 3 pilləlisidir. Bu 2 pilləli deyirik də biz buna. İndi burada bir məsələ var. Burada bir detal var ki tutmağımız gərəkən. Nədir bu? Səbirli olaq, qələmi düzəldək. Deməli, nədir bu? Anlamağımız gərəkən şey. Bax, fikir verin müəllimlər. Burada nədir əsas? Qabı spirtlə doludur. 30 litr spirt var qabda. Müəyyən miqdarda spirt götürürük. Qabı su ilə doldururuq. Qabı su ilə doldururuq. Sonra yenə də belə deyim ki, həmin miqdar götürürük. Artıq götürdüyümüz saf spirt deyil. Yəni götürdüyümüz su ilə spirtin qarışığıdır. Ona yenidən su ilə doldurandan sonra qarışıqda 81% spirt oldu. Bax, hər dəfə birinci dəfə su əlavə eləyəndə məhlulun dozası aşağı düşür. Alınmış dozanı yenidən həmin faiz qədər azaldırıq. Baxın, yenidən həmin faiz qədər artırmaq. Baxın, alınmış kəmiyyəti yenidən həmin faiz qədər artırmaq və yaxud həmin faiz qədər azaltmaq mürəkkəb faiz deyilmi? Bax, fikir verin. 30 litr, baxın bir dənə, 30 litr nə var burada? Təmiz spirt var. Hər dəfə bunu azaldırıq. 1 minus. Neçə faiz azaltdığımızı bilmirik. Amma 2 dəfə azaldırıq da bunu. Yəni, hər dəfə 2 dəfə azaldırıq. Yəni, burada olacaq kvadratı. Banka qoyulan pul kimi. Banka pul qoyulur. 2 il sonra deyir pulun miqdarı nə qədər olacaq? 2 olurdu. 3 il sonra 3. Yəni, mürəkkəb faizdir. 30-un 81% qalmış olur. 30'lar ixtisar gedir. Hər tərəfdən kvadrat kök alıram yavaşca. Eləyəcək 10-9. Daha sonra nə edirəm burada? X bölünsün 100 bərabərdir 10-1. X bərabərdir 10. Yəni, hər dəfə biz spirt götürəndə məhlulun dozasını 10% aşağı salırdıq. Yəni, biz 30 litr spirtlə dolu qabdan müəyyən qədər spirt götürürük. Götürdüyümüz spirt bütün spirtin 10%-dir. Yəni, hər dəfə 10% azalma olub. Yəni, 30'un 10% nə eləyəcək? Eləyəcək 3. Yəni, 3 litr spirt götürmüşüksə, 3 litrdə biz su əlavə eləmiş oluruq. Cavab oldu B variantı.
Keçid alağın növbəti suala. Baxın. Eyni şeydir. Bax, fikir verin. Deyir ki, 250 litr spirtlə dolu çəndən hər dəfə müəyyən miqdar spirt götürüb qabı su ilə doldurdular. Bu əməliyyat ard-arda 3 dəfə təkrar oldu. Yəni, artıq siz anladınız nə demək istədiyimi. Mürəkkəb faiz deyənə 250, bir dəqiqə. Necə olacaq bu? Deməli, 250 vurulsun. 3 cəhd var artıq burada. X böl 100'ün kubu bərabərdir. 250'nin 51,2 faizi qalıb. Yəni, 250 vur, yüzdə 51,2. Fikir verin. 250'lər gedir. Bunun sürət məxrəcinin 10'a vuranda eləcə 1000'də 512. Bundan kub kök alanda 1 minus yüzdə x bərabərdir nəyə? 10'da 8'ə. Bu tənliyi həll eləyəndə biz buradan x-i tapırıq 20. Deməli, hər dəfə məhlulun dozası 20% aşağı düşüb. Yəni, belə deyim də, 250 qram, 250. İndi burada deyir ki, ikinci dəfə su əlavə etdikdən sonra çəndəki suyun miqdarı neçə litr idi? Biz, bax fikir verin, ikinci dəfə su əlavə eləyəndə, biz iki cəhddə məhlulun dozasının, yəni məhlulun içindəki spirtin nə qədər azalmasını tapsaq, əlavə edilən suyu da tapacaq. 250 litr 2 cəhddir. Yəni, hər dəfəsində 20% azalma var. 1 minus 20 bölünsün 100'ün kvadratı. Bax, fikir verin. Olacaq. 250 vurulsun. Bu %80'dir. 10'da 8'dir. Yəni, bu olacaq. 25'də 10'da 8 demək 5'də 4 kvadratı 25'də 16. Bu nə eləyəcək? 160. Bu nə anlama gəlir? 160 litr spirt əksilib. Yəni əskilib. Deməli bu o deməkdir ki 160 litr, daha doğrusu belə deyək də, belə deyək, əskilmə deyil. 250 spirtdən burada qalıb İkinci cəhddən sonra 160 litr spirt qalıb. Bu azalmadan sonra. Çünki mürəkkəb faizdə ən sonda bank məsələlərində belə idi ki, sondakı məbləği tapırdıq. 250 litr spirtlə dolu çəndən başlayırıq və çəndə alınan spirtin miqdarı 160 litrdə. Ən sonda 160 litr qalıb. Deməli, mən buradan 90 litr spirt əskiltmişəm və eyni zamanda 90 litr su əlavə etmişəm. Çünki nə qədər spirt götürmüşəmsə, o qədər su əlavə etmişəm. Sağ olun, sağlıqla qalın.